2025-ci ilin apreli Lənkəran Astara Regional Təhsil İdarəsi tərəfindən bir sıra maraqlı və faydalı fəaliyyətlərlə dolu bir ay oldu. Vaxt itirmədən regionumuzda təhsil sahəsində baş vermiş yeniliklərlə tanış olaq. Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərin yerdəyişməsi müsabiqəsinə başlanıldı. STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə 7-9 yaşlı şagirdlərdən ibarət 40-dan çox komanda First Lego League Explore yarışının Respublika turnirində yarışdı. Lənkəran STEAM mərkəzində hazırlıq keçən Lənkəran rayonu Hirkan qəsəbə və şəhər 8 nömrəli tam orta ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət Mavi Xəzinə komandası kreativ model dizaynı kubokunu qazandı. 4-cü sinif şagirdləri üçün növbəti sınaq imtahanı keçirildi və region üzrə 121 mərkəzdə 7500-ə yaxın şagird prosesə cəlb olundu. Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən onlayn imtahan monitorinq xarakteri daşıyır. Əziz valideynlər, keçirilən monitorinqlərin sınaq imtahanlarının və bilik yarışlarının nəticələri şagirdlərin ümumi təhsil informasiya sistemində qeyd olunmuş müvafiq telefon nömrələrinə göndərilir. Gələcəkdə övladınızın nəticələri ilə bağlı məlumatların mesaj vasitəsilə sizə göndərilməsində hər hansı bir problem yaşamaması üçün Ümumi Təhsil İnformasiya Sistemi məlumat bazasında qeyd olunmuş əlaqə nömrəsinin doğruluğunu yoxlamağınız tövsiyə olunur. İndi isə Pearls'dan danışaq. Cəlilabad şəhəri 2 nömrəli tam orta ümumi təhsil məktəbinin 30, Lənkəran rayonu Viravol kənd 2 nömrəli tam orta ümumi təhsil məktəbinin isə 17 nəfər şagirdi Pearls 2026 tədqiqatının sınaq mərhələsində iştirak etdi. Zəkaların Mübarizəsi Olimpiyadası çərçivəsində keçirilən Şahmat turnirində 5 rayonun komandası mübarizə apardı və Masallı rayonunu təmsil edən komanda xal hesabı ilə qalib oldu. Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Zəkaların Mübarizəsi Olimpiyadasının bilik yarışı üzrə regional mərhələsinə gəldikdə isə yarışda təhsil müəssisələrimizin 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 6 komanda iştirak etdi. Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında Lerik rayonunu təmsil edən komanda birinci yerə layiq görülərək Respublika mərhələsində iştirak hüququ qazandı. Hər iki komandaya uğurlar arzuluyuruq. Lənkəran Dövlət Universiteti və Lənkəran Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zona Fən Olimpiyadası keçirildi. 600 nəfərə yaxın şagirdin iştirak etdiyi bilik yarışmasının nəticələri ilə bağlı məlumatlarla universitetin rəsmi veb saytında və Facebook səhifəsində tanış ola bilərsiniz. Lənkəran Astara Regional Məşğulluq Filialı təhsil müəssisələrinin rəhbərləri ilə informativ görüş keçirdi. Görüş iştirakçılar üçün faydalı və maarifləndirici xarakter daşımaqla təhsil və məşğulluq sahələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından önəmli əhəmiyyət kəsb etdi. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin nəticələri əsasında Lənkəran, Yardımlı və Cəlilabad rayonları üzrə təhlillər aparıldı, təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə edildi. Müzakirələr zamanı həmçinin məktəblərin idarə olunması, özünü qiymətləndirmə və monitorinqlərin təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Direktorların sualları cavablandırıldı, təklif və tövsiyələr dinlənildi. Nəticələrdən söhbət düşmüşkən 11-ci sinif üzrə buraxılış imtahanlarında 3 şagirdimiz maksimum nəticə göstərdi. Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın şagirdi Füzuli Həsənov, Lənkəran rayonu Boladı kənd 1 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdi Həlimə İbadzadə və Astara rayonu Ərkivan qəsəbə 3 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdi Ələkbər Ağayev 300 bal toplayaraq maksimum nəticə göstərdilər. Həm sözü gedən şagirdlərimizin, həm sabahın alimləri müsabiqəsinin qalibi olan Cəlilabad şəhəri 7 nömrəli tam orta və Astara rayonu Təngərüd kənd tam orta ümumi təhsil məktəblərinin şagirdlərinin müsahibələrini, həm də 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında ən yüksək orta bala sahib olan Lənkəran rayonu Viravol kənd 1 nömrəli tam orta ümumi təhsil məktəbi və Lənkəran rayonu Boladı kənd Körpələr evi uşaq bağçasında yaradılan təlim-tərbiyə mühiti və uşaqlara göstərilən qayğı haqqında reportajları Azərbaycan müəllimi qəzetində oxuya bilərsiniz. O cümlədən səmərəli fəaliyyətinə görə seçilən müəllimlərimizdən olan Cəlilabad şəhər 9 nömrəli tam orta ümumi təhsil məktəbinin fiziki tərbiyə müəllimi Murad Zeynalov, Lənkəran şəhəri 5 nömrəli tam orta ümumi təhsil məktəbinin riyaziyyat müəllimi Günel Mürşidova və Lerik şəhəri 3 nömrəli tam orta ümumi təhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Anar İbadov öz fəaliyyətləri ilə bağlı Azərbaycan müəlliminə danışıblar. Məncə əsas xoşbəxt müəllim odur ki, onu gülərək qarşılayan şagirdləri var.
Artıq 2 ildir ki bu sinifin müəllimiyəm və 2 ildir ki, hər gün Lənkərandan üzümü Masallıya tərəf tuturam və burada öz ailəmi görməyə gəlirəm. Masallı rayonu Dəmirçi kənd Ümumi Orta Ümumi Təhsil Məktəbinin müəllimi Leyla Şıxəlizadə fərqli və yaradıcı tədris metodları ilə şagirdlərin dərsə marağını artırır. Onun bu yanaşması ictimai televiziyada yayımlanan süjetdə işıqlandırılıb. Təşəkküskar fəaliyyəti və peşəsinə olan sevgisi ilə seçilən müəllimimizə gələcək fəaliyyətində böyük nailiyyətlər arzuluyuruq. ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin təşkilatçılığı və Lənkəran Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Azərfutoton layihəsi Lənkəran, Masallı, Astara və Cəlilabadda uğurla başa çatdı. Fevral ayında başlayan layihə çərçivəsində komandalar 2 ay ərzində yerli şirkətlərdə, tədqiqat institutlarında və məktəblərində layihələr üzərində çalışaraq təkliflər və təqdimat videoları hazırladılar. Təxminən 100 şagird və müəllimin iştirak etdiyi müsabiqədə 10 komanda qalib seçilərək medal və hədiyyələrlə təltif olundu. PISA 2025 qiymətləndirmə tədqiqatında iştirak üçün Lənkəran Astara regionundan seçilmiş məktəblərin şagirdləri ilə Təhsil İnstitutunun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüş təşkil olundu. Görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirilməsi barədə məlumatlığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və imtahan prosesinə dair aydın təsəvvürün formalaşdırılması oldu. Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı il dönümü ərəfəsində Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Lənkəran Sərhəd dəstəsində Sərhəd Hərbi İdman oyununun final mərhələsinin təntənəli açılış mərasimi keçirildi. Respublikamızın 45 rayonundan 165 məktəbin 825 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci turu yekunlaşmışdı və gərgin mübarizə şəraitində keçən final mərhələsinə ümumilikdə 11 komanda vəsiqə qazanmışdı. May ayında qalib gələn komandamızı növbəti hesabat videosunda ayrıca təqdim edəcəyik. 2-10-cu sinif şagirdləri arasında Kenguru Beynəlxalq Riyaziyyat müsabiqəsi keçirildi və Lənkəran Astara regionu üzrə 14 mərkəzdə 4457 şagird iştirak etdi. Lənkəran Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədi ilə 6 rayonda 54 alternativ qeydiyyat mərkəzi yaradıldı. Məktəblilər arası fən müsabiqələri və Lütfizadə adına Riyaziyyat Məntiq Olimpiyadasının yarımfinal turu keçirildi və 473 şagirdimiz bu mərhələdə iştirak etdi. Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Astara və Cəlilabad rayonlarında vətəndaş qəbulu keçirdi. Vətəndaş qəbulu zamanı işlə təmin olunma ilə bağlı müraciətlər üstünlüyü təşkil etdi. İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinlədi, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar və məlumatlar verdi. Məktəbəqədər təhsil müəssisələrində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılmış monitorinqin nəticələri ilə bağlı görüş təşkil olundu. Görüş zamanı müəssisələrin fəaliyyəti üzrə qiymətləndirmə meyarları, müşahidə olunan çatışmazlıqlar və qarşıda duran hədəflər müzakirə edildi. Məktəblilər arası Milli Hakaton 2025 müsabiqəsinin seçim mərhələsi üzrə əyani imtahan yekunlaşdı. Lənkəran Astara Regional Təhsil İdarəsi üzrə 5 mərkəzdə həyata keçirilən müsabiqədə 308 şagird iştirak etdi. Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sayəsində onların biliklərini artırmaqdır. Lənkəran Astara Regional Gənclər və İdman, Təhsil və Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə peşə sərgisi keçirildi. Yeniyetmə və gənclərin peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə yiyələnlikləri, ilkin bilik və bacarıqları nümayiş etdirmək və onlarda xüsusi stimul yaratmaqdan ötürü təşkil edilmiş sərgidə peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin əl işləri qonaqlara təqdim edildi. Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkilində, həmçinin sərginin nümayişində fəallığı ilə fərqlənən qrup rəhbərləri, müəllim və şagirdlər təşəkkürnamələrlə təltif olundular. Lənkəran Astara Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə təhsil sektorlarının WhatsApp xidmətləri fəaliyyətə başladı. Bu xidmətin yaradılmasında əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək və təhsil sahəsində proseslərin daha çevik şəkildə idarə olunmasına nail olmaqdır. WhatsApp xidməti iş günləri ərzində saat 09:00-dan 18:00-a qədər vətəndaş müraciətləri üçün açıqdır. Bu aylıq bu qədər. May ayının video hesabatında görüşmək ümidi ilə.